bir. Deməli belə, bugün sizə ən çox güldüyüm və ən çox ağladığım iki kitabdan danışmaq istəyirəm və onun müəllifindən. Bugün sizə Nodar Dumbatsi'dən danışacağım. Nodar Dumbatsi gürcü yazıçısıdır, Tiflisdə doğulub. 1937-ci ildə ailəsi repressiya qurbanı olub, atasını öldürüblər, anasını isə həbs ediblər və nənəsi ilə böyüyüb. Əslində bəzi məlumatlarda xalası ilədir, amma oxuduğum, yazıçının haqqında oxuduğum qədərilə kitabları əksərən öz həyatından yazıb. Və mənim ən çox güldüyüm kitab mən, nənəm, İliko və İlarion kitabıdır. Bir gəncin, bir yeniyetmənin kənddə başına gələnlər, orada ona yaxın olan insanların dilindən danışır kitabda. Kitabda həqiqətən o qədər gülmüşəm. Yəni demək olar ki, 1000-dən çox kitab oxumuşam və bu qədər güldüyüm kitabı xatırlamıram həqiqətən və ona görə mənə daha çox təsir eləmişdi. Digər kitabı isə Ağbayraqlar kitabıdır. Əslində Ağbayraqlar kitabını da bildiyim qədərilə başına gələn bir hadisədən yazıb. Dostuyla bu bir hadisə üzərində həbs olunur. Bu Nodar Dumbatsi çıxır, amma dostu yəni həbsxanada qalır. Sanki ondan ilhamlanaraq o kitabı yazıb. O kitabda da ən çox ağladığım kitablardan biri olmuşdu. Biraz oxşar hadisəni mən də yaşamışam. Bir yaxınımızı o şəkildə itirmişdik. O kitab mənə o hadisəni xatırlatmışdı və məni çox üzmüşdü həqiqətən. Əslində Dumbatsi o qədər bəsit şəkildə izah edir ki, sanki gündəlik bir əhvalata qulaq asırsan. Yəni elə bir hadisə baş verib, onu dinləyirsən. Yəni oxuyanda o zövqü alırsan və maraqlı gəlir ki, nə olacaq? Mən əslində məişətin bu qədər qarışdığı kitabları o qədər sevən biri deyiləm, amma bu kitabda bu qədər əylənməyim, bu qədər yəni detallı baş verən hadisələr, yəni gündəlik gördüyümüz insanların əslində həyatından bir fraqment kimi idi kitablar. İkisində də bu nüanslar var. Çıxı mən kitabı oxuyanlarla çox rastlaşmamışam, ona görə istədim bu kitabları da, bu müəllifi də biraz təbliğatına aparaq. Oxuyanların geri dönüşləri mənə həmişə xoş olub. Ümid edirəm siz də oxuyarsınız, bəyənərsiniz. Oxuyanlar varsa bölüşsə çox sevinərəm. Bəs siz bu kitabları oxumusunuz?